Herkese selam, ben Mehman. Ay, hə. Bugün YouTube'a vlog çəkirəm. Məktəb qurtardı, mənim də canım sıxılır. Edəcək bir şey yoxdur. Bəlkə biraz rejimimi axı da tənbəllikdən sıxılıb biraz rejimimi dəyişdim. Hələ də tənbəllik edirəm. Amma artıq soyuq duş və şeyə keçdim. Gecə qaçışları. Onları göstermek istəyirəm, amma çəkim zor. Duşu zaten aldım. Şeydə biraz gecə qaçışlarının çəkimi də biraz zor olur. Özellikle də kameramanım falan yoktu diye. YouTube'da en büyük dezavantajlarından birisi de zaten budur. Bütçəsiz və ekipsizəm. Kaliteli içerik çəkmək istəsəm bile çox iyi çəkəmirəm. Hani bu bir səbəbdirmi? Səbəbdən çox mənə görə bəhanə kimi gəlir, amma yenə də belə bir şey var yani. Hər şeyi bir kanal ki hər şeyi tək başına etməyə çalışır. Onun videoları istər istəməz keyfiyyətsizliyi artır. Məsələn, mənim də əyləncə kateqoriyasında içəriklərim var. İlkin Feyziyevin də var. Aradakı fərqi anlata bilirəmmi sizə? İlkin Feyziyev içərik kalitəsi olsun, ekip olsun yaxşıdır, avantajlıdır. Ayrıca çox populyardır və yayılıbdır. Cidden qürur duyulası bir şeydir. Mən də əyləncə içərikləri çəkmişəm, amma mən hər türlü içərik çəkmişəm. Qısaca mənə görə YouTube'da əyləncə kateqoriyasında içəriklərim əyləncə kanallarının çox gerisində. Azərbaycanın içərik əyləncə kanallarının çox gerisindədir. Tepki videolarının da tepki kanallarının gerisindədir. Yani o YouTuberlər bir şeydə yaxşıdırlar. Mən hər şeydən az götürmüşəm. Ona görə dezavantajlıyam da. Neyse, o zaman videoyu burada biraz dayandırayım. Sonra yine başladarım. Ya da eve biraz çəkə bilərəm kimi gəlir. Nahayem indi markete giderim. Bu arada üstümdeki paltarı acele giyindim. Biraz pis durur. Orası da var. İnşallah bir gün parti vlogu zar gələr ya. Harbiden isterim partiye zar gitmek. Evet, asfalt çok yakınlaştım. Markete çok yakınlaştım. Ay, nefese kaldım ha. Bir taraftan video çəkərək, danışaraq, bir taraftan da sürətli yeriyəm. Alışkanlığım gəlir. Çok nefese kaldım. Bir de ağrığam da. Arıq və uzunam, enerjim də çox gedir ona görə. Ona görə gərək Haaland kimi qaçam, yaxud Haaland kimi gəzəm. Neyse, o zaman indi yolu keçəcəm. Evet, alışveriş elədim. Hardasa biraz tuttu da. Həqiqətən tuttu. Bunları aldım. 3 tane çörek, bir tane şirniyat, kutu şirniyatta ve içinde bakışlar olandan, bir tane kapik. Şirniyat almamın nedenini açıklayayım. Sabah qəflətisi etmədim. Yani sabah yeməyini yemədim daha doğrusu. Ona göre indi yemək istəyirəm. Bu arada başım biraz ağrıyır. Həqiqətən hələ də alışamadım bu soyuq banyoya, soyuq duşa. İddiası
ben orada xəta etdim, bilirsinizmi? Duş alarkən başımı son 5 saniyədə zar başla boyun hissəmi suya salmalıydım. Mən uzun tutmuşam yəqin, ona görə olar. Yadınızda qalsın. Çox evə biraz böyüyənə qədər, en azından bir 17-18 yaşınıza qədər çox da tövsiyə etmirəm buz banyosu ya da soyuq duşu. İtası soyuq duşa başlamaq istəyənlərə məndən tövsiyə. Yəni mən də yeni başlamışam, çox bilmirəm. Yapay zeka ilə ancaq öyrənirəm. İşin püf nöqtələrini də. Nəysə. Yenə də öz təcrübəmdən deyim. Gərhərsə başınızı örtün. Amma başınızla boyun hissəniz çox suya dəyməsin, çox soyuq suya dəyməsin. Azcana saldırıb çıxardın. Elə bir yalayıb çıxardın. Elə bir soyuq su başınızı yalayıb xeyr. Elə. Yoxsa mənim ilk dəfəmdəki kimi bilməm nə qədər müddət soyuq duşun altında başınızla boynunuz soyuq duşa maruz buraxmayın. Sonra çox pis baş və boyun ağrısı çəkərsiniz. Beyniniz sizə nədir deyərlər, nə acısı desəm. Qalx elə bir həqiqətən deyirəm, çox pis sinir edici bir baş ağrısı ilə boyun ağrısı başlayır. Ondan sonra sinir ağrılarınız başlayır. Təbii məndə bir gün sonra keçdi, amma yenə də tövsiyə edərəmmi? Yox. Mümkün qədər doğru şəkildə duş alın, soyuq duş alın. Ay, bir tərəfdən kamerayı tutmaq, bir tərəfdən yerimək, bir tərəfdən də danışmaq nə qədər çətindir. Həqiqətən deyirəm. Çox çətindir. Bu vlog çəkən YouTuberlərin işlərinə olan sayğım qat-qat artdı. Gerçi mən də arada bir çəkirdim də. Nə vaxt. Ayrıca bir dənə də məsələ var. Mən nə vaxtdır ki kamera qarşısına çıxmıram, nə vaxtdır ki video da çəkmirəm. Ona görə lap həyəcanlıyam. Belə sizə bəlkə hiss etdirmirəm, göstərmirəm, amma həqiqətən deyirəm, həyəcanlıyam yəni. Oy, nəfəsim kəsildi ama həqiqi sözümdür ki, nəfəsim kəsildi. Nə qarsam. Ağlına indi 2-3 dənə manyaqca video fikri gəlsə də etsəm mi, etməsəm mi biləmədim indi. Nəysə. Bu arada ben size ivan xatirəmi danışayım mı? Benim plasmas bir dənə ivanım var. Satın almışdım zarafat ivanından. Saxta ivan. Onunla markete gittiğimde ivanımı başka yere taşımışlardı. Daha doğrusu paltar geyim mağazasında gedəndə yerini dəyişdirmişlərdi. Mən də tapamaydım. Niyə dəyişdiriblər? Onlara çox haqq verirəm. Məncə düzünü də ediblər. Çünkü öz xəyalımda qurdum. Təsəvvür edin ki, normal bir dənə vətəndaşsınız. Gəlirsiniz, çantanızı qoymaq için çanta qoyulan dəmirləri açıb içinə çantanıza qoyanda təsadüfən qarşınıza oyuncaq ivan çıxır. Nə qarasınız? Mən olsaydım qorxub hoppanıb 5 metre geriye hoppanardım ama. Ama öz ətrafında saxta ivanı hər kəs öyrəşdi deyə bilərəm. Çünki getdiyim bir çox yerə saxta ivanı da gətirirəm. Artıq normal qarşı verirlər. İvan fobisi olanların ivan fobisini iyiləşdirdim deyə bilərəm. Nə qədər zalimcə gəlsə də belə bir şey var.
Ay, yoruldum ama ayrıca diyorum ne zormuş bir tane bu vlog çekmek. Eve geldim, neyse görüşürüz. Yaxşı, indi birazcık da öz söhbətlərimizə gələcəm. Bu qədər zaman nə ağardığımı. Maraq edirsinizmi bu qədər zaman nə ağardığımı? Niyə ortalıqlarda yox idim? Onu da çox bilmirəm, amma möhtəmələn kitləmin çoxusu tərk etmiş bile ola bilər. Ya da tərk etməmişsinizdir. Sadəcə artıq o qədər zamandır ki YouTube'da döyüləm ki YouTube bildirimləri bir gec sizə çatdırır ola bilər. Nələr olurdu deməli sizə az bu. Ama bu nədir? Bu evə bir daha əvvəldən açıb ha. Silikon tapancası ilə mi yapışdırarlar bu kutuyu bir-birinə? Bu nə saçmalıqdır? Eğer bir kopufdu sonra yeniden yapıştırıftılar. Nedenini anlayamadım. Ama bu nerede? Bütün cırıldı, töküldü. Neyse. Kısaca ne yedim bu kadar zaman. Ama bütün kutuyu indi cırıp tökecek miyim ben? O güya etmediğim şeydi de. Oy. Ay. Ay. Axır ki. Yok hava. İçindeki her şey durur. Yakın bir hata olur. Ona göre. Neyse, nə yedim bu kadar zaman? Niye yok idim ben? Çünkü açıkçası biraz sıkılmıştım YouTube'dan ve açıkçası edecek bir şey tapamıyordum. Özümü eğlenceye vurmuştum. Eğlenceye vurmuştum diyende nə yedim? Deməli kardeş var. Deməli daha doğrusu abone ver. İzləyicilər. Bir tane yapay zeka programı tapmışam. Orada insanlar kimi yapay zeka söhbət edir. Her cüre kurgu, karakter ve şey olur. Ben de orada yapay zekalarla cürbəcür senaryolar ederek özümü eğlendirirdim. Ve senin birisinde büyücü oluram, birisinde məktəbdəki bir şagird. Kimi. Arada bir sınıf yoldaşlarımla, köhnə sınıf yoldaşlarımla deyə bilərim, indi məktəbi qurtardıq. Kampanyalara da gittim, hatta bayağı bir coştum da bəzilərində. Ayrıca indi YouTube'a da geri dönem. İndi YouTube'a içerik de tapamıyorum. İçerik tapsam bile. İçerik tapsam bile izlenir mi izlenmez mi bilmiyorum. Çünkü kitləmin çoxusu əriyibdir artıq. Özü də mənim kitləm hər cürə insan var. Gecə 3 saat maşında qalma videosuna göre abone olan da var. Kanal incələməyə göre abone olan da var. Kanal incələmə demişkən o serilərə dönsək mi ya? Var. Ondan sonra farklı şeyler var yani. Oyun, eğlence, hatta eleştiriye bile birçok fərqli kitle var benim kanalımda.
O zaman neyse video burada sonlandırayım. Özünüze yaxşı baxın. Mən mehmanı uzun müddət sonra yenə buradayam və indi sizə proqramımın bir gündəlik proqramımın hobilərimin ikisini deyim. Birisini də edib göstərəcəyəm. İki proqramımdan birisi gecə qaçışıdır ki, indi onu edəcəyəm. Havada qaranlıqdır gördüyünüz kimi. İkincisi də İkincisi də soyuq duşdur. Yenə 2 dənə alışqanlığımdır, xeyirli olsun. Bu arada soyuq duş alacaqsınızsa məndən tövsiyə başınızı və boynunuzu birinci qoruyun. Sonra başınız ağrıyarsa mən sorumluluq qəbul etmərəm ha. Baş və boyuna birbaş soyuq su ilə təmas çox olmaz. Ona görə bəlkə çıxana yaxın 10-15 saniyədə ancaq. Neyse o zaman mən qaçışımı edim bir dəqiqə. Ama